Mən çox Çox sağ olun, çox təşəkkür edirik. Doktor Ziya Sədrdən eşidəcək, zəhmət çəkmişdi, məşğul vaxtından ayırmışdı. Doktor Ziya Sədr də orada aktiv iştirakçılardan. Doktor, çox qəribə idi ki, orada buzlar nə tezliyə əridi bu dostlar, bir çox həmvətənlərimizin, özümüzün aramızda. Fikriniz nədir bu haqda? Nə idi bu buzun bu tezliyə əriməsinin səbəbi sizin nəzərinizdə? Valla mənim nəzərimə bir miqdar xanımlar, ağalara salam ərz edirəm. Bir miqdar fikr edirəm ki, o İranda geçmiş olsa və o təcrübələri ki, bu davalar, bu ixtilaflar əvəzin ki, etimad cəlb eləyə, etibar cəlb eləyə, xalqı məyuslandırır. Bunlar fikir edirəm ki, əzizlərin çoxu elə bunu bir yığdılar və təcrübə eləmişdilər və orada o səmimi şərait ki var idi, bu deyildi və çox da mübarək idi. İki nöqtə mənim burada əziz dostlar, Ağay Ərdəbili məxsusən yaxşı sözbəttimi bəxşini dedilər, təkrar eləməməliyəm. Mənim anladığım budur ki, gələcəyə gərək biraz fikir eləmək. Gələcəkdə bu təşəkkül əgər qərar olsa, istilah bir təntənəli gedə qabağa, gərək bir 2-3 ay qabaqdan bu fikirlər yazıla, orada bir heyət ola, onları yığa və özləri də o yazanlar da münəzzəm surətdə gələ ora, vaxt tələf olmaya, haşiyə getməyə. Ərz eləyim ki, məsələn o cəlsənin adı Güney Azərbaycanın istilah bir təşəkküllənmə cəlsəsi idi. Orada mövzudan çıxmaq eşiyə, onu da inhirafa çəkmək, sonra da haykü məsələn fikir eləmək ki, gərək zad eləyərlər, durarlar, zad eləyərlər. Bu mənim nəzərimə cəlsənin vaxtını tələf eləmək və o fərdin zadın görsədir ki, bilmir nəyə görə gəlib ora. Nə mövzuya görə gərək danışıla. Biz gəlmişik burada bir dənə bir təşəkkül yaranab. Əlhamdülillah onun da payası mənim nəzərimə qoyuldu. Əlbəttə bu ruhdakı vardı. Bunun gərək xətti bu ola ki, hər xəttlər ki vardı, hamını yığa. Bəli. Elə o cür ki siz orada mən beqol diqqətim var idi, yığmaq fikrindəydiniz. Mən daha bu dərzim beqol məruf Şuma Azərbaycanın dövləti var. Məsələ-i Qərabağa da hər vaxt məsələ qoyulsa, mən özümdə o vaxt ki, heç dövlət Azərbaycan yox idi. Burada Fransız Mitterrand yaxda gedib danışmışam. Amma məsələ budur ki, mövzudan xaricdir. Təvəccüh bilirsiniz, biz orada Cənub Azərbaycana bir təşəkkül düzəldək ki, fərdi surətdə o yan bu yana getməyək, cəmi surətdə gedək. Orada da mən elə əvvəl ərazimdə dedim ki, mən özüm bir federalistəm, tanınmış federalistəm, amma burada nə federalist davasıdır, nə istiqlal davasıdır, nə əsl 15 davasıdır, nə İrançı Azərbaycanlıların davasıdır, heç biri. Burada yığışmışıq bir dana. O iş ki, içəridə görülənməz. Təşəkkül yaradaq. O təşəkkülün adında, o içində də təbiətən mən hətta parlamanı xaricə məmləkət pişnadımda dedim, o içəri cəlsədəki söhbət oldu. Yox, burada eləyə bilər xammi fikirlər ola və hər fikir öz zadında, vəli əl-ələ verək, bir belə təşəkkül yaradaq. Bu təşəkkülün yeri boşdur hərəkətdə və təbiətən bu demokratikdir. Bu İran Azərbaycanının, Azərbaycanlılarının zadıdır. Çünki İran Azərbaycanı İran Azərbaycanlılarından kiçikdir. Zəncanı tutmur, Həmədanın Azərbaycan türklərini tutmur, Qaşqaylılar öz arasında orada da cəlsədə var idi. Onlar belə bizim Azərbaycan Türkiyəsində danışarlar. Türkçəməni danışmaz da olar. Təvəccüh bilirsiniz, bir ləhcədir. Elə bu ellərin çoxu orada da vardı. Təbiətən
Odur ki, mənim anladığım budur ki, bu bir qol məruf yekə ürəklə və eləmək olan məsələləri bir-birindən ayırmaqla qabağa gedər. Təbiətən bu da tam oldu ki, İranda bu rejim, Cumhuri İslamı durur, heç insanın haqqı yoxdur, əslən vəli fəqih olanda o dəli və sərilər cüzvüdür. Bunu sərahətən Ağay Xümeyni o vilayət kitabında yazıb ki, siğar və məcanin, yəni ağılsız uşaqlar ki, çox kiçikdilər və dəlilərin hökmüdür, millətin hökmü vəli fəqihin qabağında. Ta bunlar vardılar, biz heç yerə yetişməyəcək. Təbiətən orada da mən dedim, o maddəni də təşkil elədilər. O birisi millətlərlə əl-ələ ki, təhdisi təmdilə bu rejim yıxılmalıdır. Bəli. Necə ki, məşrutiyyətdə əl-ələ verdik, istibdadı həmişəlik soxduq cora, bu nabərabərliği, bu taftə cüdabafda qeyrilməyi bu məmləkətdə də elə fars demokratlarla Türklərin, lorların, ləklərin, ərəblərin, bəluçların, türkəmənlərin, inşallah ayrılsa mazandaranlılarla giləklərin və farsların da demokratlarının zatları iləndir ki, necə ki xanımların haqqı, o kişilər ki demokratistdirlər, o kişilərin yardımı, köməyi olmasa xanımlar demokrasiya yetişməzlər. Bu millətin içində də biz o əsli düşməni ki, rejimdir, nəinki fars insandır. Bundan da gərək əvəzi salmayaq, bunu etnik zada təhməmək mənim anladığıma. Əsli düşməni təhləməkdir davanın əsli. Əsli düşmən də bu sistemi Cumhuri İslami mirası şovinizmi pəhləvidir ki, əmən bunu gərək yıxaq. Bunun içində Türk də var, Türk də var, Fars da var, Lor da var, Lək də var. Hamını, o manqustdanı cəzb eləyib ki, hamını əssin. Bunu gərək görmək, təbiətən o birisi millətlərin də demokratları ilə, məxsusən təhdisitən millətlərin demokratları ilə bir cəhət birləşək, dediyim kimi istiqlalçılarımız istiqlalçıları ilə, federalistlərimiz federalistləri ilə, amma bu yığıcama onun davası girməli deyil. Bəli. Burada sən Azərbaycan adıyla bir dənə təşəkkür cəhyanana və dünyada özümüzü onunla tanıtdıraq, hər təmayüz ki, onun içində olur olsun. Mən bu olmazdım, orada da dedim, bir də bu zülm İranda olur, İran Cumhuriyyətindən. Bunun adını gətirməkdən bəzi dostlar, bu mətn orada dediyim kimi, həm Cənub Azərbaycana yazılır. Ona görə biz qadın lüğəti orada işlətməyəcək, xanım işlədəcək. Çünki Cənub Azərbaycanda biz xanım deyarıq. Çox sadə, biz özümüzə yazırıq onda. Şimala yazsaydı, xətmən gəh qadın yazaydı. Fərqi yoxdur, doktor. Nə fərqi var axı? Qadın ədəbi formasında. Cənubda düşünmürlər. Cənubda əksərən onu bülmürlər, qurban olub. Eynən Türkiyədə siz bir nəfər əksərəndə qadın, orada arvaç mənası verər. Ona gəh bəyan deyəsiz. Bəyan deyəsiz ki, möhtərəmanə ola. Bizdə də qadın deyəndə o ehtiram xanım lüğəti. Onu daşır, onu daşımır canım. Doktor, amma Türkiyədə erkək var, kadın var, bir də bəy və bayan var. Yəni o bəy və bayan səslənəndə deyirlər, amma cinsiyyət olanda... Başıvat olan, ayobali. Cənub Azərbaycanda bu xanımdır da, qadın deyil ki. Şimal Azərbaycanda da qadındır, xanım deyil. Mən Şimal Azərbaycanda... Şimal Azərbaycanda olanda qadın deyərəm. Cənub Azərbaycana da çünki xitabı Cənub Azərbaycanadır, xanım olması məsləhət. Yəni siz o başa düşülsün deyə deyirsiniz, yəni o mənadadır. Anladım. Hər halda çox təşəkkür edirəm. Diqqət buyursun, çox təşəkkür edirəm. O bizlərin vaxtını tutmuram. Mənim anladığım budur ki, bu elə bir qol məruf etidal xəttində getməlidir, tolerans xəttində getməlidir ki, ey sədri ola, asıq qolları ola, hamını təkə, gətirə və hamı iştirak eləyə bilək biz doğudan bir içərimizin, içəridəki
İran-Azərbaycanlıları, İran-Azərbaycanı deyil, Zəncanlıları da tuturlar, boğurlar. Həmədanda da kəsirlə basırlar. Orada da, burada da hamının səsi ola bilək, eləyə bilək. Bu münasibətdə ərz edeyim Cümhuriyyət İslamının bu zadı ilə nabərabərlik dil və öz hakimiyyəti millimizi qurmaq ki, mənim həmişə arzumdur. Ona bir qədəmlər götürək və mənim baxışımda bir federal İran, istiqlalçıların da öz nəzərləri istiqlal hər halda, amma bura o davaların yeri deyil. Təşəkkür edirəm. Çox təşəkkür edirəm və